Salam dəyərli izləyicilər, hamınızı xoş gördük. Bugün sizinlə mövsümündə təzə yarpaqdan bol göyərtili, ətirli, ləzzətli yalançı yarpaq dolması hazırlayırıq. İçlik üçün lazım olan ərzaqlar: hərəsindən 2 dəstə kərəviz, kəvər, keşniş, şüyüd, göy soğan, bir balaca dəstə nanə, 150 qram quyruq, 3 orta boy quru soğan, 2 iri diş sarımsaq, 200 ml stəkanla 1 stəkan yumru düyü, 1 armudu stəkan döyülmüş noxud, 100 qram yumşalmış kərə yağı, qara istiot, duz, darçın, sarı kök. Dolmanı bükmək üçün 250 qram təzə meynə yarpağı. Quru soğanı narın kub şəklində doğrayırıq. Ət maşınına da keçirdə bilərsiniz. Az olduğuna görə doğramağa üstünlük verdik biz. Yazın görək bu yemək sizin evdə bişirmi? Əgər bişirirsinizsə öz reseptinizi bizimlə və izləyicilərlə bölüşsəniz sevinərik. Şərhlərdə yazın. Nə qatırsınız içliyə? Və bu yeməyi necə adlandırırsınız? Siz də yalançı yarpaq dolması adlandırırsınız ya fərqli bir maraqlı adınız varsa bölüşün bizimlə. Hansı bölgədən olduğunuzu da qeyd etsəniz çox yaxşı olar. Sarımsağı isə əvvəlcə bıçaqla əzib, daha sonra incə-incə doğrayırıq. Təmiz yuyub qurutduğumuz göyərtiləri də incə-incə doğrayırıq. Dolmaya az miqdarda elə nanə qədər 5-6 tel tərxun da yaraşır. Əgər evdə varsa qata bilərsiniz. Və siz yalançı yarpaq dolmasına hansı göyərtiləri əlavə edirsiniz? Yarpaq çox faydalıdır. Biz mövsümündə bol hazırlayırıq dolmanı. Həm ətlə, həm belə yalançı. Həmişə də ət yemək olmur. Belə də arada hazırlayırıq. Çox ləzzətli olur. Hətta mənim ətdənsə belə yalançı yarpaq dolmasından çox xoşum gəlir. İçliyi hazırlamaq üçün geniş dərin bir qabın içərisinə doğranmış soğan və sarımsağı, xırda doğranıb qiymətkeşlə incə döyülmüş quyruğu ət maşınından da keçirdə bilərsiniz. Təmiz yuyulub suyu süzülmüş yumru düyünü, həvəng dəstədə döyülmüş noxudu. Götürdüyümüz noxud tez bişəndə ona görə belə eləyirik. Əgər siz götürdüyünüz noxud gec bişəndisə, o zaman noxudu bişirin, ət maşınından keçirdib elə əlavə eləyin içliyə ki, içərisində çiğliyi qalmasın. Göyərtini, kərə yağını, zövqə görə, damaq dadına görə duz, qara istiot, sarı kök və darçın əlavə edib əlimizlə içliyi yaxşı qarışdırıb yoğururuq. Aşüzənin içərisində altında da birləyən bu şəkildə yarpaqları axar suyun altında tərtəmiz yuyub, daha sonra üzərinə çıxana qədər qaynar su alıb, yarpaqları 10 saniyə qaynar suyun içərisində saxlayıb pörtürük ki, yumşalsınlar, rahat bükə bilək. Daha sonra bu suyu süzüb atırıq. Əvvəlcə yarpaqları çinləyirik. Açıb saplaqlarını kəsib aşüzənin kənarlarına düzürük ki, sonra dolmaları vaxt itirmədən ardıcıl və rahat şəkildə bükə bilək. Hər yarpağın içərisinə 1 çay qaşığı içlikdən qoyub büküb yığırıq. Mən onu bir daha qeyd eləmək istəyirəm. Əvvəlcə noxuda baxın. Əgər gec bişən noxudsa, götürdüyünüz noxud, o zaman onu əvvəldən isladın, bişirib ət maşınından çəkib elə əlavə edin içliyə. Çünki bəzən olur noxudlar gec bişən olur. Bura çiğ formada isladılmamış əlavə eləsəniz, dolmanın içərisində bərk qalacaq.
Dolmanı bişirmək üçün yaxşı olar ki, dayaz və geniş bir qazan götürəsiz. Dolmaları səliqəli şəkildə spiral formasında qazana düzürük. Dolma qazanını ocağa yerləşdiririk. Dolmaların üzərinə çıxana qədər çaydan qaynaya-qaynaya qaynar su töküb, üstünə bir nimçə çeviririk. Qapağını qoyub, əvvəlcə qazı açırıq. Gördük ki, qaynara düşdü, azaldırıq qazı. Az atəşdə saat yarım bişiririk dolmanı. Baxmayın ki, siz burada ət yoxdur, amma noxud var, düyü var, gərək yarpaq da bişsin. Ona görə də suyu biraz çox əlavə edirik və dolmanı saat yarım bişiririk ki, hamısı yaxşı bişsin. Yeməyimiz hazırdır. Bəh, bəh, bəh. Elə gözəl ətri gəlir ki, bütün mətbəxi bürüyüb. Hətta evi də. Çox ətirli yeməkdir. Burada göyərtilərin, quyruğun, yarpağın, hamısının ətri bir-birinə qarışıb. İndi siz təsəvvür edin ki, hazırlayanlar yəqin ki, bilirlər bunun ətrini. Biz bu dolmanı yağa düşənə qədər bişiririk. Digər ətli olan dolmadan fərqli olaraq. Ətli olan dolmanı bulyonlu xoşlayırıq. Bulyonu ilə ləzzət eləyir. Amma burada bulyonun yeri yoxdur. Çəkib süfrəyə veririk. Dolmalar da çox gözəl bişiblər. Həm yarpaq yumşaqdır, həm içində olan noxudu, düyüsü. Amma dolmalar yığılmayıblar, yəni içi azalmayıb. Necə qoymuşuqsa elə də qalıblar. Yəqin ki, görürsünüz. Ona görə də içini lap çox qoymayın. Çünki burada düyü də şişir, noxud da şişmə xüsusiyyətinə malikdir. Ona görə də buna diqqət edin. Əgər hazırlamamısınızsa bu vaxta qədər yalançı yarpaq dolması bir dəfə sınayın. Sizə söz verirəm ki, peşman olmayacaqsınız. Hətta deyərdim ki, ət dolmasından da ləzzətlidir. Çünki burada quyruq olduğuna görə elə bir ki, ət dadı da verir biraz. Əgər vegetarian izləyicilərimiz bizi izləyirlərsə, onlar quyruğu çıxarda bilərlər bu reseptdən. Quyruqsuz, onun əvəzinə kərə yağı əlavə etsinlər. Elə hazırlasınlar. Çox-çox ləzzətli bir yeməkdir. Hazırlayanlar da dadını, ləzzətini artıq bilirlər. Bu qədər belə bir yeməyi də sizə. Əslində çoxdan paylaşmışıq bu yeməyi sizə. 2017-ci ildə yeni izləyicilərimiz üçün təkrarladıq. Həm də mövsümüdür. Ona görə hazırladıq ki, siz də hazırlayasınız. Yayda çox ət yemək olmur. Belə yeməklər də arada lazımdır. Yarpaq da çox faydalıdır. Hazırlayın. Əgər bəyəndinizsə videonu like etmək yadınızdan çıxmasın. Sürələriniz bol ruzulu, bərəkətli olsun. Hələlik.